Ramazan ayında bilmədən yemək, içmək orucu batil edirmi? Xeyr, Ramazan ayında bilmədən biri durdu, yadında olmadı, bir yeməyi ağzına attı, ya bir şey içdi, orucu batil deyil. Əlbəttə, yadına düşən kimi ağzında olan tikə olsa belə onu çıxartmalıdır. Ramazan ayında ağzı su ilə yaxalamaq olarmı? Bəli, Ramazan ayında ağzı su ilə yaxalamaq olar. Bu şərtlə ki, çalışın, boğazınızdan aşağı getməsin, suyu udmayasınız. Ramazan ayında dişləri yumaq olarmı? Bəli, Ramazan ayında dişləri yumaq olar, amma ağzınızın suyunu udmamalısınız. Onu xaricə çıxarmalısınız. Çünki yuyulan diş pastasından orada olan o dad, onu udmaq olmaz. Onu xaricə tullamaq lazımdır. Ramazan ayında yeməyi dadmaq olarmı? Bəli, əgər boğazınızdan aşağıya getməsə, udmasanız, yeməyin dadına baxmaq olar. Səhər imsaka durmadan, səhur yemədən, o başlana durmadan oruç tutmaq olarmı? Bəli, olar. Amma bəyənilmir, məkruhdur. Yaxşı olar heç olmasa durub bir neçə xurma, yaxud da bir stakan su içəsiniz. Amma etməsə, imsaksız oruç tutmaq olar. Bu ayda, Ramazan ayında oruc halda siqaret çəkmək, saqqız çeynəmək olarmı? Xeyr, Ramazan ayında ümumiyyətlə oruc halında siqaret çəkmək olmaz. O cümlədən də saqqız çeynəmək olmaz. Ramazan ayında cinsi əlaqə olarmı? Xeyr, Ramazan ayında oruc halda cinsi əlaqə, yaxınlıq olmaz. Amma iftardan sonra, hələ Ramazan ayı ola da iftardan sonra səhər imsaka qədər kim istəsə bu işi görə bilər. Sübh namazına qədər quslun verib qurtarmalıdır.